İlham Əliyevin Mehribanla el-ele tutublar. Hemen o şeyde Facebook'ta paylaştıkları ki bizim çok büyük planlarımız var. Çok büyük layihələrimiz var. Qarabağımızı en kısa zamanda əsl cənnətə çevirəcəyik. Bax bu. Və məsələ burasındadır ki, yavaş-yavaş özlerine lazım olan yerleri çevirirler. Görürsünüz, adamsız Şuşa gösterdim bəyək. İlham Əliyev o rəssamla görüşdüyü yer. Düzəldir, yavaş-yavaş deyək ki, evləri də elə Razmirdə tikirlər ki, daha sən gedib onun böyründə deyək ki, sənin 2 otağın var, sabahları həyət evidir. Sabah onu 3 otaq eləmək üçün sana icazə imkan vermirlər ki, yox sən burada bu tikilmiş ev standart, ona əl vura bilməzsən. Ailənin, uşağın sayartmağına baxmayaraq. Yəni, beləcə özləri üçün qəşəng ölkə düzəldirlər. Sənsiz ölkə. Səni ona göre didərgin salırlar ki, sen onlar için artıqsan. Ve ona göre de o insanlar arasında işsizlik faizi 5%'dir. Bu kadar basit. İlham Əliyev şərəfsizdir, bilirik. İlham Əliyevin məqsədini bilirik nədir. Baxın, mən indi, inanın, mən təsəvvür edeyim, mən təəccüb edirəm sadəcə. Və mən bugün Azərbaycanda gənclərin evlənməməsini alqışlayıram. Baxın, ya gərək güvərlağı olasan, bax o qırmızı köynəkli olan, Allah canını sağ eləsin, mən gətirir, yardım edir. Əvvəl də onun çətin günləri olur, sonradan başlayıb beləcə, yəni deyək ki, şey eləməyə, yardım yığmağa, filan kəsə kömək lazımdır, filan zat. Yəni, sadəcə olaraq, əgər sən dələduzluğu bacarırsansa, yəni indiki zamanda, sən arvad, ailə, uşaq, deyək ki, ev saxlaya bilirsənsə, buyur. Saxlaya bilmirsənsə və saxlamaq istəyirsənsə, birinci sən bugün, deyək ki, sən inqilabını elə, ölkəni düzəlt, ondan sonra get nə istəyirsən elə. Onsuz da İlham Əliyev, sən istəsən də, istəməsən də bizim köşümüzü kəsir. Yəni, sən durub, iki kişi ekranın qabağında ağlamaq çox. Mən, inanın dostlar, mən 7 il, deyək ki, bu ölkəni tərk edənə qədər, 17-ci ilə qədər, mən 7 il Bakı şəhərində işsiz qalmışam. Mən demişəm də sizə, bir nəfər dostlardan, yəni hər gün çörək yediyim insanlardan biri də bir dəfə zəng edib soruşmuyor ki, necəsən, nə var, nə yox. Və mən sadəcə olaraq o dövrdə, yəni qazandıqlarımdan yavaş-yavaş sata-sata dolanmışam. Və görmüşəm ki, artıq mübarizədə məsələn deyək ki, çıxmaq mümkün deyil. Ahırda maşınımı falanımı satıb bir təhər ölkədən qaçmışam. Bilirsiniz, məsələ budur. Yəni o nöqteyi nəzərdən deyirəm ki, mən baxmışam ki, yəni mənim uşaqlarım bir balaca əziyyət çəkəcək, mən onunla razılaşmamışam. Çünki mənim niyə uşağım əziyyət çəkməlidir ki? İlham Əliyev nə düdürdür ki, o mənim uşaqlarıma əziyyət versin. Yəni, indi deyək ki, mənim haqqımı İlham Əliyev oğurlayıb, özünə qoçu saxlayır. Qoçular da deyək ki, şey edirlər. Qoçular da məni döyürlər, qoymurlar, öz işimi görüm, yəni öz işimlə bağlı etiraz edeyim falan. Ona görə də mən baxıram ki, yəni həmən ətrafında olmalı olan, bax, bugün deyək ki, kamera qabağında ağlayan bu kişi mənim yanımda heç fərqinə varmıyor ki, başı qarşı öz şeyinə ki, bəs bu niyə etiraz edir? Mən o nöqteyi nəzərdən deyirəm ki, yəni sən ayıb deyil mi sən, bu da götürüb, o da Allah filan zat yetirəcək falan eləyəcək ki, güya ki, bütün bu insanlardan hamı buna borçludur, bunun heç kimə borcu yoxdur. Mən bu qarpızın gidib Gəncə şəhərinin rəislərinin gözünə, gidib icra hakimiyyətin başçısının gözünə belə əxlaqsızlıq olmaz, belə şərəfsizlik olmaz. Axırıncı səfər xəbərdə ya məni tutmalıdırlar, ya bu tükəni yandırmalıdırlar, ya məni ailəlik doldurmalıdırlar. Ey balalarımla bir yerdə, xanımım 3 balam. Qutarın da namını nə olur, abi kişiliyiniz, qeyrətiniz olsun. Baxın dostlar, yəni bu insanlar anlamır ki, ölkə nə gündədir. Yəni bugün bizim ölkəmizin kimlərin əlində olduğu və bu anlamır ki, bizim bu gənc
kardeşimiz. Bu ölkədə bu nə verir, nə qazanır, onun tövcüsünü verməlidir. Yəni onun faizini verməlidir. O polisi oraya qoyan onun haqqını alır, icra başçısı da hamısı İlham Əliyevə hesab verirlər. Hər bir nöqtə üçün. Bu da təbii məsələdir ki, sən elə bilirsən, indi bu deyir Putinə və yaxud da Ərdoğana müraciət edeyim. Ərdoğana nəyə müraciət edəcəksin? Ərdoğanın ölkəsi sənin ölkənin püskündədir və yaxud da Ruslar. Onlar bu günə sarırlar da, get Rusiyanın istənilən şəhərində get bir dənə, 3 dənə qarpızı bir yerə qoy sat. Görüm sata biləcəksən, onlar da hesab verirlər. Sadəcə olaraq indi gedib Moskvada və yaxud da Leningradda və yaxud da Rusiyanın istənilən şəhərində qarpız satılında və yaxud kiməsə nəsə vermək adamı incitmir. Amma sən öz evində, öz torpağında, yəni özdə ki, o torpaq uğrunda sən az qala sağlamlığından keçirsən. Düdük gedənin biri hardansa gəlmiş, heç olmazsa Gəncəli olsa yine dərd yarıdır. Gəlir, kəstirir şeyin üstünü ki, dava yığışdır. Ya da bu qədər pul verməlisən, istəyirsən ver, işte vermirsən də özün bilərsən. Yəni bu belədir. Sən istəsən də, istəməsən də. Təbii məsələdir. Bu qardaşımız da o qədər gəlib gedən var ki, artıq baxır görür ki, o aldım qoz, satdım qoz məsələsinə dönür. Mən ona görə deyirəm ki, biz birincisi ölkəmizin dövlət olması üçün biz o dövləti, dostlar, qurmalıyıq. Qurmalıyıq ki, ondan sonra əlimizi deyək ki, boynumuzun altına qoyub istirahət edək, dincələk ki, bəli, bizim ölkəmiz var, orada qanun, haqq, ədalət var. Ədaləti gərək birinci bərpa edəsən. Ədalətin anasını ağladı, İlham Əliyev basıb türməyə. Ədalət falan yoxdur. İndi biz həmən o ədalət uğrunda mübarizə aparmalıyıq ki, əzizim, ədalət azad olsun, ondan sonra öz ölkəmizi qulaq. Bu qədər bəsit.